Salam, xoş gördük hər birinizi, dəyərli YouTube kanalımın izləyiciləri. Mən Mətanət Nəbiyeva. Bugün sizlərə MİQ-in çərçivə sənədinə yeni əlavə olunmuş mövzu Brunerin öyrənmənin addımları, yəni yanaşmaları haqqında və tədqiqat əsaslı öyrənmə haqqında kiçik bir video izah diqqətinizə çatdıracağam. Bu arada yeni MİQ qruplarımıza qeydiyyat aktivdir. Əgər qoşulmaq və yaxud da ki, məlumat almaq istəsəniz, yorum hissədə qeyd olunan nömrəyə yazaraq ətraflı məlumat ala bilərsiniz. Öyrənmənin 3 modeli. Ümumiyyətlə biz bir çox nəzəriyyələrlə tanış olmuşuq. Burada mərkəzdə əsas uşağın öyrənməsi, şagirdin öyrənməsi deyə bir anlayış var və bu baxımdan Bruner daha öncə öyrəndiyimiz bir nəzəriyyə olan Piaget ilə hardasa 50-nin 50-yə razıdır. Bəzi razı olmadığı məqamlar var ki, onları da indi izah boyu diqqətinizə çatdıracağam. Yəni nəzəriyyə olaraq daha çox scaffoldingin xüsusiyyətlərini, Vygotsky'nin yəni və Piaget'in xüsusiyyətlərini danışır. Gəlin indi görək, öyrənmənin 3 modeli hansıdır? Ümumiyyətlə, Bruner öyrənməni 3 addıma bölür. Yəni deyir, öyrənmə əsasən 3 addımla, 3 modellə icra oluna bilər. Hərəkətli, hərəkət vasitəsilə, vizual əsaslı, bunu biz digər adla ikonik əsaslı da adlana bilər ki, yəni orada vizual olmalıdır və simvolik müəyyən simvollar vasitəsilə bunu digər bir adla biz dil əsaslı öyrənmə də adlandıra bilərik. İndi gəlin bunlarla bir-bir yaxından tanış olaq. İlk olaraq hərəkət əsaslı öyrənmədən, üsuldan bəhs edirik ki, bu Piaget'in daha çox sensomotor, yəni hissi hərəki mərhələ adlandırdığımız mərhələnin xüsusiyyətlərini daşıyır. Hansı mərhələ? Hissi hərəki mərhələ. Ümumiyyətlə Piaget'də hissi hərəki mərhələ hansı yaş aralığını əhatə edirdi? 0-2 yaş. Amma burada biraz da yaş aralığından çıxıb yəni 0-2 yaş aralığını əhatə edirdi. Bu da düzdür. Həmin o yaş aralığında olan körpələrin addımı, hərəkəti ilə bağlıdırsa, biraz yaş aralığı daha gəlişmiş ola bilər. Məsələn, 3, 4, 5 yaşa qədər əhatə edə bilər. Biz Piaget'in hissi hərəki mərhələsində nə deyirdik? Uşaq dünyanı hisslər, reflekslər vasitəsilə öyrənir. Bundan əlavə ayrılıq təşvişi var, əşyaların daimiliyi, davamlılığı var. Məsələn, 8-9 aylığından sonra və yaxud da ki, 9-10 aylığından sonra uşaq artıq dərk eləyir ki, əlimdən saldığım əşya, yəni mən görməyəndə də mövcuddur. Təkrar-təkrar əlindən əşyanı yerə salırdı, valideynindən və yaxud da ki, yanında olan başqa bir köməkçisindən, yəni şəxsdən onu geri istəyirdi. Niyə? Çünki kəşf sevinci var idi ki, hə, əşya mən görməyəndə də mövcuddur. Deməli, hissi hərəkətli mərhələ və yaxud da ki, hərəkət əsaslı mərhələdə bilik əsasən müəyyən fiziki hərəkətlər, motor reaksiyalar, yəni motor reaksiyalarda böyük motorika, kiçik motorika, daha çox kiçik motorika barmaqların, əllərin hərəkəti ilə bağlı olur. Və qeyd etdiyimiz kimi Piaget'in sensi motor mərhələsinə, yəni hissi hərəki mərhələsinə uyğun gəlir. Bu mərhələdə uşaq neyniyir? Əşyalara fiziki təmas var, toxunur, təmas vasitəsilə öyrənir və hərəkət vasitəsilə öyrənmə baş verir. Məsələn, deyir, körpə hələ simvolik düşüncə və yaxud da ki, hər hansı vizual simvollardan istifadə edə bilmir. Dünyanı nə ilə qavrayırlar? Əli, ayaqları ilə qavrayır. Yəni daha çox körpəlik dövrlərini əhatə edir. İndi gəlin buna bir təsvir üzərində baxaq, müəllimlər. Yəqin ki, ekranda artıq belə deyim də, təsvirimiz aydın şəkildə görünür. Baxın, hissi hərəki və yaxud da ki, hərəkət əsaslı üsul deyək. Fiziki hərəkətdə, bax, görürsünüz uşaq oynayır, əşyaları və yaxud da ki, oyuncaqlarını üst-üstə yığıb. Və yaxud da ki, burada növbəti bir şəkildə, məsələn, oyuncağını yelləyəcək, oradan səs gəldiyini dərk eləyəcək. Artıq dərk eləyir ki, oyuncağın içində nəsə var, mən onu yelləyəndə səsi çıxarır. Yelləməsə, öz yerində qalsa heç bir səs çıxmayacaq, düzdürmü? Və yaxud da ki, bax, maşından istifadə edir. Biraz yuxarı yaşa keçsək, orada müxtəlif, belə deyim də, alətlərdən və yaxud da ki, əşyalardan istifadə edirlər. Məsələn, deyirəm ki, sənin 3 alman var idi, 2 alma da mən verdim. Neçə alman oldu? 5 alman. Və yaxud da ki, daşlarla, karandaşlarla, bu şəkildə qələmlərdən deyirəm ki, tutalım sənin 4 qələmin var.
burada 4 qələmdən mən verdim, neçə qələmin oldu və yaxud da ki, bu şəkildə müəyyən daşlarla və yaxud da ki, nə deyirsiniz buna, müəyyən kub şəkilli oyuncaqlarla ifadə eləyə bilər hesablamanı. Bu deməli hansı mərhələ oldu? Hərəkət əsaslı mərhələdir. Yadda saxlayırıq ki, yəni bax, yenə də bunları göz önünüzdə canlandırın. Müəyyən əşyalarla sayırlar. Hissi-hərəki ilkin əməli mərhələnin xüsusiyyətlərini. Ümumiyyətlə, hərəkət əsaslı öyrənmə hissi-hərəki və ilkin əməli mərhələnin xüsusiyyətlərini daşıyır. Çünki hissi-hərəki mərhələ müəllimlər yadda saxlayırıq ki, 0-2 yaşı, digəri 2-7 yaşa kimi. Məsələn, barmağından istifadə edirdi, müxtəlif çöplərdən istifadə edirdi. Biz onları say çöpü adlandırırdıq. Bax, hansı ki, bu mərhələnin xüsusiyyətlərini özündə daşıyır. Yenə də çəkilirəm ekrandan, yəqin ki, yaxşı görünür. Baxın və göz önünüzdə saxlayın. İkinci mərhələ, daha doğrusu indi gəlin bir suala baxaq. Deyir, müəllim 1-ci sinif şagirdlərinə natural ədədləri öyrədərkən qələmləri, kubikləri, daşları, sonra onları qruplaşdırmağı tapşırır. Bu, əgər təbii ki, qruplaşdırmaqdan söhbət gedirsə, daşları saymaqdan söhbət gedirsə, indi bu daha sadə versiyadadır öyrənməyiniz üçün. Qələmdir, kubikdir, daşdır, bunları saydırır və onları qruplaşdırmağı tapşırırsa, burada hansı öyrənmədən söhbət gedir? Təbii ki, hərəkət əsaslı. Çünki onları bir-bir barmağı ilə sayanda, məsələn, almanı saydı, daşı saydı və yaxud da ki, kubikləri saydı. Neyniyəcək? Hərəkət olacaq da, əl hərəkət eləyəcək, öyrənəcək. Sonra baxaq əlavə sualım. Aha, 2 keçirik ikonika, yəni vizual əsaslı öyrənmə. Biz vizuallığı qeyri-verbal olaraq öyrənmişdik. Deyir ki, burada şagirdlər anlayışları necə öyrənirlər? Vizual, yəni hər hansı bir təsvir vasitəsilə və yaxud da ki, gəlin bunu adlandıraq necə? Qeyri-verbal. Öyrənmənin tərzləri haqqında öyrənəndə siz bunun civarında məlumat almışdınız ki, vizual necə olur və yaxud da ki, qeyri-verbal necə olur? Şagird burada hər hansı bir şəkil vasitəsilə, diaqram vasitəsilə, model vasitəsilə, yəni görür vizual olaraq. Daha yaxşı yadda saxlayır ki, məsələn, o müəyyən təsvirləri görsün, görüb hesablasın. Və yaxud da ki, eşitmə, toxunma, digər hisslərdən deyir alınan təcrübələrdə ikonik yaddaşa. Hissə-hərəki mərhələdə öyrəndin, yəni hərəkət əsaslı mərhələdə öyrəndin, keçirdin ikonik yaddaşa. Uşaq deyir, heyvanları öyrənərkən şəkillərdən istifadə edirik və yaxud da ki, məsələn, fil haqqında hər hansı informasiyanı öyrənir, filin kiçik oyuncağını göstərə bilərik və yaxud da ki, avtomobil haqqında nəyisə öyrənir, avtomobilin kiçik oyuncağını göstərə bilərik. Ayı haqqında, balığı haqqında öyrənirsə, balığın kiçik oyuncağını göstərə bilərik. Düzü müəyyən puzzlelardan hətta istifadədə bura nümunə göstərə bilər. Məsələn, kəsirləri öyrənəndə kəsir dairələri, kəsir çubuqları, pizza şəkli ilə məsələn 1/4 kimi ifadə olunur. Gəlin indi bir daha vizual olaraq baxaq. Yəqin ki, ekran görünür. Görünürmü? Bəli. Deməli, ikonik dedik ki, vizual əsaslıdır, düzdürmü? Şəkildir, diaqramdır, modeldir. Məsələn, deyir, uşaqları heyvanları öyrədərkən heyvanın, məsələn, inək, toyuq, cücə, bunların şəklini vizual olaraq göstərir. Və yaxud da ki, görür kəsirlər mövzusudur. Kəsirlər mövzusuda 1/4. Bax, 4 dənə payda 1/4 bu deməkdir və yaxud da ki, bu şəkildə ifadə edə bilərik. Pizzanın 4 payından tutalım ki, biri götürülüb, bunu 1/4 şəklində neynəmişik? İfadə etmişik. Deyir, vizual təsvirlər öyrənəni cəlb edir, anlayışı sadələşdirir və uzun müddətli yaddaş, yəni görür, gördüyünü uzun müddətli yaddaşa ötürə bilər. Ümumi, yəni vizual əsaslı öyrənmənin mahiyyəti budur. Bunu da yadınızda saxlayacaqsınız. İndi gəlin görək burada bizə növbəti nə açılır? Bir test nümunəsi açılır. Deyir ki, ikonik üsulun tətbiqi zamanı müəllim şagirdlərə 1/4 kəsirini izah etmək üçün pizza şəkli, kəsir dairəsi və kəsir çubuqlarından istifadə edir. Bu fəaliyyətin əsas məqsədi nədir? Təbii ki, burada şagirdlərin bildiyini vizual olaraq konkretləşdirmək, vizual olaraq ümumiləşdirməkdən söhbət gedir. Fikir verirsiniz, Brunnerin nəzəriyyəsində həm Gardnerdən, həm Piagetdən biraz dərinə getsək, Vygotskydən də elementlər görə bilərik. Düzdürmü? Ümumiyyətlə nəzəriyyələrdən mən bəzi nəzəriyyələrin xüsusiyyətlərini çox bəyənirəm. Bəzilərində yəni o indi müəllimdən müəllimə, uşaqdan uşağa görə dəyişə bilər. Müəyyən çatışmazlıqlar ola bilər.
Deməli, ikonik əsaslı öyrənmə haqqında biz neynədik? Tanış olduq. İndi gəlin keçək simvolik dil əsaslı. Simvolik, yəni simvolik formada, model formada riyazi simvollar və yaxud da ki, simvol sistemləri vasitəsilə yadda saxlanılır. Formullar ola bilər, bərabərliklər ola bilər. Deyir artıq əşyalarla sayma və şəkildə adlandırılan toplama çıxma əməliyyatları öncəki mərhələlərdə biz hansı ki, onları o şəkildə adlandırmışdıq. Burada riyazi simvollarla ifadə olunur. Məsələn, 3 alma üstəgələ 2 alma bərabərdir 3 üstəgələ 2, 5 və yaxud da ki, cəbri ifadələri A plus B 2x minus 3 kimi riyazi simvollarla və yaxud da ki, nə bilim, o mötərizə, hərflər, rəqəmlər bu şəkildə ifadə edirik. Gəlin nümunəyə baxaq. Simvolik modelimizdə. Simvolik model, deməli, bircə saniyə, aha. Simvolik modeldə görürsüz, simvollardan istifadə olunub. Deyir, artıq əşyalarla formullar bərabərlikləri keçirəm şagirdlərə. Deyir, artıq əşyalarla sayma və yaxud da ki, şəkillə alınılan toplama çıxma əməliyyatı riyazi savadlarla. Məsələn, biz hissi ilk öncə keçdiyimiz hərəkət əsaslı mərhələdə mən o şagirdə 3 alma, 2 almanı başa salmaq üçün sadəcə bu alma şəkillərini verirdimsə, düzdürmü? Burada artıq gəlin sizə aydın olsun deyə deyirəm. Bax, aşağıda yazmışam. 3 alma plus 2 alma simvollara çevrilib. Bərabərdir 5 alma. Amma ilk keçdiyimiz mərhələdə sadəcə alma şəkli. Uşağın beynində yəni bir işıq yanırdı ki, hə, burada nə demək istəyir? 3 alma, 2 alma. Bunu sayanda 1, 2, 3, 4, 5, 5 alma bunu. Yəni hərəkət əsaslı öyrənmədə bunu ifadə etmək istəyirdik. Sonra cəbr ifadələri də bax, burada gördüyünüz kimi simvollarla neyniyib? X bir simvoldur, müəyyən dairələr simvoldur. Həmin o simvollar vasitəsilə neynəmişik? Təsvir etmişik. Yəni, simvolik dildə ifadə etmək. Tutalım ki, A plus B-dir və yaxud da ki, A minus B-dir. Bunu da ümumi simvollarla ifadə etmişik. Yəni, simvolik dil əsaslı öyrənmə müəyyən simvollarla ifadə etmək deməkdir. Yəni, xülasə nə deyə bilərik? Simvolik üsul uşağın abstrakt düşünmə, ümumiləşdirmə, məntiqi və nəticə çıxarmaq bacarıqlarını, yəni digərində ümumiləşdirirsə, burada artıq simvolik dil əsaslı modeldə nəticə çıxarır, eyni zamanda neyniyir? Məntiqi cəhətdən düşünür və bu bacarıqlar inkişaf etmiş olur. Bir dənə də nümunə vermişik ki, müəllim toplama əməlini əvvəl əşyalarla, sonra şəkillərlə izah edir və daha sonra 3 üstəgəl 2 bərabərdir 5 yazmağa, simvola keçmişik. Məsələn, birinci mərhələdə, yenə qeyd edirəm, birinci mərhələdə alma və yaxud da ki, nə bilim, daş ola bilər. İkinci mərhələdə artıq şəkil göstərirəm. Üçüncü mərhələdə artıq əməliyyatı yerinə yetirirəm. Yəni, simvol vasitəsilə bu şəkildə əməliyyatı yerinə yetirirəm. Bu hansı mərhələ olacaq? Təbii ki, simvolik mərhələ olacaq. Sonra bizdə var hazırlıq anlayışı. Məsələn, bizim Piaget zehni inkişafın mərhələlərində nə deyirdi? Deyirdi ki, 5 yaşlı uşaq cazibə qüvvəsini başa düşməz. Amma Brunner deyir ki, yox, başa düşər. Sən onu necə izah etməyindən asılıdır. Əgər sən onu düzgün yolla, düzgün üsulla, uşağın səviyyəsinə, yaşına uyğun, yəni oyun əsaslı başa salsan, o cazibə qüvvəsini və yaxud da ki, cazibə olmasın, qeyri-cazibə, başqa bir anlayış olsun. Başa sala bilərsən, anlata bilərsən. Yəni, hazırlıq tutalım, 4-cü sinif şagirdinə təbii ki, 9-cu sinif şagirdinin götürmə qabiliyyəti eyni olmaya bilər. Sən erkən anlayışlardan getməlisən, həmin o şagirdi öyrətməyə doğru. Piaget deyir ki, qoy yaşı gəlsin, sonra cazibəni öyrənsin, amma Brunner deyir, belə demirdi. Brunner deyirdi ki, neyniyək? Sadə versiyadan mürəkkəb versiyaya doğru gedək. Yəni, Brunner vurğulayırdı ki, insanın öyrənməsi, uşağı öyrənmək üçün onun yetkinlik səviyyəsinə çatmasını gözləmək öyrənmə prosesini ləngidir. Misal dediyim cazibə prosesi, cazibə qüvvəsi. Yəni, uşağın düşünmə qabiliyyəti yaşına görə məhdudlaşdırılmır. Əslində mən burada hardasa razıyam. Çünki elə uşaq var ki, görsən, yəni 5-ci sinifdə oxuyur, amma artıq 11-ci sinifə uyğun tapşırıqları yerinə yetirə bilir. Yəni, idrak inkişaf edib. Düzdür, bu hər uşaqda olmur. O wunderkindlər deyirik də, səhv eləmirəmsə. Həmin o uşaqlar
yəni öz potensialından, yaşından irəli gedən uşaqlar. Belə uşaqlara Brunner deyir ki, o uşaqların öyrənməyə olan həvəsini alma əlindən, qoy öyrənsin. Bəzən olur da müəllimlər də deyir ki, hə, bu sənin yaşına uyğun deyil, yazma bunu. Niyə? Həvəsi var, bacarırsa can qurban gəlib yazsın. Sonra gəlin indi bu hazırlıq anlayışını biraz vizual olaraq görək. Bircə saniyə. Aha. Biraz önə getdik. Aha, nə deyir? Brunner deyir ki, yəni uşağın inkişaf səviyyəsinə, hər bir fərdin inkişaf səviyyəsinə uyğunlaşdıraraq biz hər hansı anlayışı sadələşdirilmiş və anlaşılan formada öyrədə bilərik. Bunun üçün vizual alətlərdən, hərəkətli fəaliyyətlərdən, simvollardan istifadə edə bilərik ki, hansı ki, mürəkkəb fəaliyyətə biz sadə yol vasitəsilə neyniyərik? Çatmış olarıq. Ən deyir mürəkkəb ideyalar belə, ən mürəkkəb bir şey belə şagirdə, uşağa çatdırıla bilər. Yəni Piaget'in hazırlıq anlayışına tənqidi yanaşır. Deyir uşağın inkişafının qarşısını alma, qoy uşaq inkişaf eləsin. Bax burada hətta mən sizə cazibə qüvvəsi ilə bağlı nümunə, abstrakt anlayışda cazibə qüvvəsi, fizikada qravitasiya. Sən bunu məsələn ibtidai sinif şagirdinə başa salmalısan. Bax müəllim əlində əşya tutub, əşyanı yerə atdı. Soruşur, ay uşaq, əşyaya nə oldu? Niyə yerə düşdü? Niyə yuxarı deyil də mən atdığım əşya aşağı gəlir? Uşaq artıq başlayacaq fikirləşməyə, düzdürmü? Sonra artıq deyir uşaqlardan biri o topu götürüb yuxarı atdı. Gördü ki, yuxarıda qalmadı, yenə aşağı gəldi. Üçüncü uşaq qeyd edir ki, deməli bizim atdığımız əşya yuxarı deyil də aşağı düşür və nəticə olaraq nə alırlar? Hər şey aşağı düşür. Düzdürmü? Sonra müəllim üçüncü neyniyir? Yeni sözü təqdim edir ki, ay uşaqlar, bax biz yerə nəyi atırıq? O əşyanı özünə çəkirsə yer, bu qüvvənin adı çəkmə gücünə biz elmi dildə cazibə qüvvəsi deyirik. Düzdürmü? Sonra uşaqlara sadə bir refleksiya sualı ünvanlayır ki, uşaqlar, əgər cazibə qüvvəsi olmasaydı nə baş verərdi? Uşaq fikirləşir ki, hə, məsələn, göydə qalardıq, əşyalar hamısı göydə asılı şəkildə, bax görürsüz, bu şəkildə belə düşünürlər. Uşaq, təbii ki, cavablarımız uşaq səviyyəsində olacaq, elmi səviyyədə olmayacaq, amma ən azından bizim o ibtidai sinif şagirdlərimiz cazibəni anlamış olacaq. Deməli, nümunəni ümumiləşdirib yekunlaşdırırıq ki, deməli cazibə qüvvəsi o deməkdir ki, yer hər şeyi özünə çəkir. Əşyalar yuxarı yox, aşağı düşür. Bu qüvvə olmadan həyat mümkün olmazdı. Beləliklə deməli bizim şagirdlərimiz o abstrakt anlayış olan cazibə qüvvəsini sadə dildə erkən olaraq öyrəndilər. Əslində deməli Brunner düz deyirmi? Bəli, tamamilə düz deyir. Yəni əksər anlayışlarda bunu tətbiq etmək mümkündür. Sonra keçək spiralvari kurikulum. Spiralvari kurikulum da müəllimlər elə bayaq sizə bircə saniyə biraz qabağa getdik. Təqdim etdiyim anlayışa bənzərdir. Nə deyir? Brunner'in hazırlıq anlayışına bənzəyir. Spiralvari kurikulum hazırlıq anlayışına münasibəti ilə deyir, bağlı olaraq belə bir anlayış verib bizə. İndi gəlin baxaq. Deyir ki, Brunner fərqli bir baxış bucağı. Deyir, o hesab edir ki, uşaq yaşından asılı olmayaraq mürəkkəb məlumatları almağa qadirdir. Yəni Piaget'in nəzəriyyəsinin əksinə çıxdı. Spiralvari kurikulum yaxşı. İndi keçək bura mən sizə nümunəni göstərim. Deməli, səviyyələrlə verib də. Deyir, birinci səviyyədə deyir, alma yumrudur. İkinci səviyyədə əlaqə qurub ki, alma meyvədir. Üçüncü səviyyədə alma ağacdan yetişir. Daha ağacdan yox, ağacda yetişir. Dördüncü səviyyədə nə deyir? Deyir ki, gəlin bunun üzərindən çəkeyim, qoy sizə aydın olsun. Alma bitki həyatının bir hissəsidir. Yəni alma bitki həyatının bir hissəsidir. Qida mənbəyidir. Yəni spiralvari olaraq almanın həyatın bir hissəsi, yəni bitki həyatının bir hissəsi olmağına doğru fikirləşə şagird getdi. Yəni burada spiralvari, iyerarxik bir sistem yaratdı. Məhz buna görədir. Nədir? Spiralvari kurikulum getdikcə genişlənən, dərinləşən kurikulum modelinin əsasını təşkil edir. Bax, bu şəkildə də verilib. Əsas anlayışı biz neynədik? Spiralvari kurikulumda öyrəndik. Yəni
Sözümün canı və yaxud da ki, Brunner'in sözünün canı nədən ibarətdir desəz, deyir ki, spralvari kurikulum uşağın mövcud bilik və təcrübəsinə uyğun başlayır. Mərhələli şəkildə dərinləşir, genişlənir. Beləliklə öyrənmə daha maraqlı olur, daha təbii olur, daha davamlı olur. Yəni sadədən mürəkkəbə doğru vəziyyəti, prosesi aparırlar. Yəni hal-hazırda bilirəm, bildiyimdən bilmədiyimə doğru, yəni yaxın inkişaf zonasındakı kimi proses baş verir. Bax, o almadan başladım, alma toxumundan başladım, almanın ağacda yetişməyindən başladım. Ən sonda da nə nəticə alıb? Bitki həyatının bir hissəsi olduğunu spiral şəklində şagird öyrənə-öyrənə getdi. Yəni bir növ nəyə bənzəyir bu? Hazırlıq anlayışına bənzəyir. Növbəti biz nəyə keçirik? Tədqiqat əsaslı öyrənmə. Tədqiqat əsaslı öyrənmə nə deyir? Yəni Piaget deyirdi ki, imkan verin ki, hazır şəkildə şagird və yaxud da ki, uşaq informasiyanı qəbul eləməsin, qoy araşdırsın, əziyyət çəksin, yəni hazır şəkildə nəyisə təqdim eləmir. Özü əziyyət çəkib öz informasiyanı əldə etsin. Yəni Brunner də Piagetin bu dediyini təsdiqləyir. Razıdır. Digər mərhələdə razı deyilsə, artıq deyir ki, razıyam. Öyrənmə kəşf yolu ilə, yəni informasiyanı biz şagirdə hazır formada, hazır yəni hazıra nazir etməməliyik şagirdi, uşağı. Qoy özü axtarsın, özü araşdırsın, yəni kəşf etsin. Tədqiqat əsaslı öyrənmə kəşflə bağlıdır və burada artıq Brunner Piaget ilə razıdır. Həm də burada Vygotskyinin sosial konstruktivizm ideyaları ilə paralellik görə bilərik. Sonra keçirik, bax burada sizə bir nümunə də vermişəm. Brunner deyir ki, öyrənmə əsasən kəşf yolu ilə baş verir. Bu zaman biz deyir mövzuya nə etməliyik ilk öncə? Təbii ki, şagirdin, uşağın öyrənməyə marağını oyatmalıyıq. Yəni nə etməliyik? Cəlb etməliyik. Cəlb et. Daha sonra cəlb edəndən sonra araşdırıb kəşf etməyə, yəni özünü kəşf etməyə, özünü əziyyət çəkməyinə yönəltmək lazımdır. Daha sonra əlaqələri, bilikləri birləşdirir və ən sonunda da öyrəndiyimiz haqqında nəticə çıxarır. Kimin nəzəriyyəsi ilə də oxşarlıq təşkil edir? Vygotskyinin sosial konstruktivizm ideyaları ilə də biz burada oxşarlıq görə bilərik ki, müşahidə edir, müqayisə edir, nəticə çıxarır və bilikləri ötən biliklərlə inteqrasiya edir. Və yadda saxlayırıq ki, öyrənmə, müşahidə, prosesdə fəal iştirak, düşünmə və öz biliklərini özününküləşdirməklə proses nə edir? Sonlanır. Yəni şagird qısaca desək, biliyi hazır qəbul etmir, ancaq araşdırır, kəşf edir, özü öyrənir. Yadda saxlayırıq. Bilik hazır deyil, araşdırma var. Araşdırdığım arasında əlaqə qurub, anlayıb və nə etmişəm? Biliyi özününküləşdirmişəm. Yəni qısa nəticə çıxarsaq, tədqiqat əsaslı öyrənmə şagirdin tənqidi düşünmə, problem həll etmə, müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirir. Şagird informasiyanı hazır hər hansı bir yoldaşından deyil də, özü əziyyət çəkərək, özü araşdıraraq əldə edir və ən sonunda da bilikləri nə edir? O başa yerləşdirir, özününküləşdirir. Bu belə. Sonra biz nəyə keçirik? Bir də müəllimin bir növ fasilitatorluq etməyi var ki, tədqiqat əsaslı öyrənmədə. Gəlin görək bu hansı addımlar vasitəsilə, müəllimin rolları nədən ibarətdir və hansı addımlar vasitəsilə biz bunları reallaşdıra bilərik. Birinci deyir, sərbəstlik tapşırığa cəlb etmə. Bu, motivasiyanın təmin edilməsidir. Yəni şagirdin diqqətini, marağını tapşırığa yönəltmək, məqsədi aydınlaşdırmaq lazımdır ki, bax məsələn biz bu mövzunu öyrənirik də, nəyə görə öyrənirik? Hansı yolla diqqəti cəlb edə bilərik? Sərbəstlik dərəcəsinin azaldılması nə deməkdir? Tapşırığın sadələşdirilməsi kimi, yəni tapşırığı sadələşdirə bilərik, artıq işarətləri aradan qaldıra bilərik, müəyyən bir müəyyənliklə sınaq və səhv mərhələsini qısalda bilərik. İndi gəlin təsvir şəklində baxaq. Nə deyir? Deyir ki, necə olur? Müəyyən diqqəti cəlb edirik. Bu hər hansı bir əşya ilə ola bilər. Sizcə deyir, niyə oxuduğumuz materialları yadda saxlamaq bəzən çətin ola bilir?
Bu cür öyrənəcəyimiz üsullarla yadda saxlamağı daha effektiv edəcəyik. Siz öyrənəcəklərinizi praktik şəkildə tətbiq edəcəksiniz. Yəni cəlb etmə, maraq oyatma. Əgər sən şagirdə bunları göstərməyi bacarsan, təbii ki, yəni bax sual ünvanladıq, məqsəd qoyduq, nəticə ki, yəni sənin öyrəndiyin sənə harda lazım olacaq? Motivasiyada, cəlb etmədə sən bunu şagirdə göstərməyi bacarmalısan ki, yəni bu proses sənə nə qazandıracaq? Nə kimi faydası var? Sonra məqsədi dedik, bildiririk, marağı oyadırıq, gözlənilən nəticəni də aydın şəkildə neynirik? Qeyd edirik öz qeyd dəftərimizdə. İkinci, sərbəstlik dərəcəsinin azaldılmasıdır. Deyir, əvvəl belə deyim də, çox seçim yolu ola bilər ki, şagird fikirləşə bilər ki, mən hansı yolu seçim, nədən başlayım, hara yönəlim, bu qədər məlumat var, bunların içində ən əsası hansıdır, hardan başlayacağını bilmir də, aləm qarışıb bir-birinə. İkinci, sonra sadələşdirilmiş, bax, birdə budur, ikiyə keçirəm, sadələşmiş versiyası. Addım-addım plan verilir. Lazımsız eyni qədər məlumatlar var, onları çıxardıq. Seçim sayı azalır, dəqiq istiqamət göstərilir. Düzdürmü? Bax, burada da nümunə vermişəm ki, mövzunun 3 əsas hissəsini seç və hər biri üçün nümunə yaz. Və yaxud da ki, çox geniş bir tapşırıq verəndə mövzu haqqında bir təqdimat hazırlayırsan da, təqdimatdan müqayisə edib, statistika çıxarıb, qrafik çıxarıb, mənbə çıxarıb, bunu daha da sadələşdirə bilərsiniz də, düzdürmü? Daha da sadələşdirib bu şəkilə, sadələşdirilmiş tapşırığa doğru gətirə bilərik. Bu mürəkkəb tapşırığımızdır. Şagird bilmir də, bunu eləsin, bunu, nə qədər tapşırıq var. Amma sadələşdirilmiş tapşırıqda nə deyir? Mövzunun 3 əsas hissəsini seç və hər biri üçün bir nümunə yaz. Buradakı kimi neçədən o? 1, 2, 3, 4, 5, 6, 7, 8 deyil də 3. 8-dən deməli şagirdin işini biz 3-ə endirdik. Yəni bir növ işini azaltdıq, o lazımsız fəaliyyətlərdən şagirdi uzaqlaşdırdıq. Yekun nə deyir? Deyir, motivasiya ilə şagird tapşırığa cəlb olundu. Sadələşdirmə ilə uğur qazanır və nə baş verir? Öyrənmə prosesində effektivlik artır. Bir var ki, boş-boş tapşırıqlar verəsən, şagird tapşırığın qayəsini, məqsədini bilməyər, təbii ki, ora cəlb olunmayacaq. Sonra 3-də nə deyir? İstiqamətin qorunması, deyir, davamlı öyrənmə. Şagirdin əsas o tapşırığa çatma yolunda istiqamətini qoruyub saxlamalısan, diqqətini yayındıran və tapşırığı idarə edilməyən elementlərdən və yaxud da ki, idarə edilən hissələrə bölmək, idarə olunmayan hissələrdən qaçmaqdır. 4-cü əsas xüsusiyyətlərin vurğulanmasıdır. Burada nə deyir? Əsas məsələn səhv ola bilər tapşırıqda və yaxud da ki, nə bilim, ideya düzgün olmaya bilər, fərq ola bilər. Bunların vurğulanmasıdır. Vacib anlayışlara, mühüm fərqləri, səhvləri vurğulanmaqla şagirdin diqqətini əsas cəhdə yönəltmək. Bax, burada verilir. İstiqamətin qorunması. Deməli, tapşırığı kiçik hissələrə böldük. Diqqəti yayınmadan kiçik hissələrə böləndən sonra nə etdik? Diqqəti yayındırmadan öyrənmə prosesinə gəldik ki, qoy şagirdin diqqəti başqa yerə yayınmasın. Tapşırıq çətin olanda şagirdin diqqəti həmişə başqa yerdə olacaq da, tavana baxacaq, yerə baxacaq, pəncərəyə baxacaq, o biri, bu biri, yəni dərs getdi. Sonra hər hissəni tamamlayıb, nəticəni yoxlayıb, ən sonunda da şagirddə təbii ki, nailiyyət olanda bu daxili motivasiyanı, şagirdin öyrənməyə olan istəyini neyniyəcək? Artırmış olacaq və neynəməliyik biz şagirdə? Aydın məqsəd qoymalıyıq, vaxtımızı planlaşdırmalıyıq, diqqəti yayındıran telefon və bu kimi fəaliyyətlərdən qaçmalıyıq və kiçik uğurları qeyd edib şagirdi neyirik? Təşviq etmiş oluruq. Sonra keçirik 4-cü, əsas xüsusiyyətlərin vurğulanması, fərqlərin, səhvlərin vurğulanması deyəndə, məsələn, bax görürsünüz, müəllim burada vacib anlayışları scaffolding edib, vacib anlayışları vurğulayıb. Əsas fərqləri və səhvləri göstəririk. Mühüm məqamları qeyd edirik və şagird diqqətini əsas cəhətlərə yönəldir və burada şagird neynir? Daha yaxşı anlamış olur. Yəni şagirdin deyir, səhvindən öyrənmə deyə bir şey var da, səhv dünyanın sonu deyil. Bəzən o qədər valideyn olsun, nə bilim, müəllim olsun, o səhvi dünyanın sonu kimi göstərir ki, o şagird artıq öyrənəsi isə də öyrənməyəcək, öyrənəcəksə də öyrənməyəcək. Çünki niyə? Həvəsdən düşdü, motivasiya azaldı. Bacarıqsız kimi göstərmək olmaz uşağa. Sonra keçdik. Məyusluğun idarə olunması, nümayiş. Məyusluq, bax, az öncə dediyim kimi, o səhvin qarşısına alınmadır.
şagirdin emosional vəziyyətinə nəzarət etməkdir. Şagird əgər həvəsdən düşsə, öyrənməyəcək, ruhdan düşsə, öyrənməyəcək və nümayiş öyrənməyə dəstək verəcək nümunələr, modellər, qismən həll yolları təqdim etməkdir. Bax, deyir ki, şagirdə ilk öncə nə edirik biz bu məyusluğun idarə olunmasında? Ruhdan düşməyə icazə vermirik. Deyir, çətin də olsa, bax, kimlərsə bacarır, heç ad çəkmirsən də ki, yoldaşların bacarır, deməli sən də bacaracaqsan. Bu çətin olsa da bacaracaqsan. Artıq şagirdin beynində bir ampul yanır ki, hə, çətin olsa da bacaracaq. Yəni açıq düşüncə kimi. Hətta burada açıq düşüncənin komponentləri də var. Sonra səhvləri öyrənmək üçün bir imkan kimi göstərirsən ki, səhv var da, səhv dünyanın sonu deyil ki, hər birimiz mən də səhv eləyərəm, başqası da səhv eləyər. Düzdür? Hətta müəllim səhv eləyirsə, deməli şagird də səhv eləyəcək. Kiçik addımlarla bax artıq səhv elədi, düşündü və artıq o kiçik addımlarla nə etdi? İrəlilədi, davam etdi, o səhvini dəyişəcək. Və ən sonda da bu şagirdləri bir mükafatlandırırsan, uğurlarını qeyd edirsən, şagird nə edir? Sevinəcək. Nümayiş nə deməkdir? Nümayiş artıq şagirdə nümunə göstərirəm də, scaffolding ki, məsələn 33-ün üstə 5 gəlmiş 38, 23-ün üstə 10 gəlmiş 33, bir neçə nümunə göstərmişəm. İndi deyirəm ki, bunu da özün yaz. Bir neçə deməli modeli verirəm, digər modeli şagirddən scaffolding eləyərək yazmağı tələb edirəm. Sonra məsələn, burada yazılır ki, 45 minus 18. Yəni, anlayırsan ki, 45-dən 18-i çıxmalısınız. 18-i hissələrə ayırırsan, 10 və 8. Addım-addım nə edirsən? O tapşırıqları icra etmiş olursan. Sən həll et. Öyrətdin, artıq burada şagirdə bir sərbəstlik də verirsən ki, artıq özün həll edirsən, o nümayiş etdirmişdi axı. Və hər şagirdin ehtiyacına uyğun da nümunə, yəni şagirdin öyrənmə tərzini biz burada nə etmiş oluruq? Nəzərə almış oluruq. Başqa nə isə varmı? Bax, hazır nümunə göstərib müəllimimiz, addım-addım izah edib, qismən həll edilmiş nümunə veririk ki, şagird tamamlasın və ən sonda da nə edirik? Sadədən, yəni Vygotsky-dəki kimi biz mürəkkəbə gəlirik. Yəni, uzun sözün qısası, şagirdi öyrətmək üçün biz müxtəlif yollardan istifadə edə bilərik. Yəni, bütün nəzəriyyələrdə öyrəndiyimiz kimi, şagirdlərin hər biri öyrənəndir. Sadəcə onlara uyğun üsulu, formatı seçmək lazımdır. Yəni, mən sizə qısaca izah təqdim etdim. Ümid edirəm ki, izah sizə faydalı olar. Video ilə bağlı fikirlərinizi, suallarınızı yorum hissədə, yəni rəy hissədə qeyd edə bilərsiniz.